Hədi-qorxu ilə pul tələb etmədə təqsirləndirilən Bəniz ləqəbi tiktoker Aybəniz Xəylovanın cinayət üzrə məhkəmənin növbəti prosesi keçirilib. Bakı Arzantər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısının dəyişdirildiyi elan edilib. Belə ki, prosesə yeni dövlət ittihamçısı Babaxan Həsənəliyev qoşulub. Bundan əlavə zərər çəkmiş Xaliq Kərimovun vəkili Mirdamət Qədirli tərkibə etiraz etməsi ilə bağlı məhkəməyə ərizə yollayıb. Məhkəməyə qısa müşavirədən sonra müraciətin əsassız olması səbəbindən təmin olunmadığını elan edib. Daha sonra sənədlərin tədqiqi mərhələsinə keçildiyi bildirilib. Sənədlərdə zərərçəkənlə təqsirləndirilənin üzləşdirilməsi məqamı qeyd olunanda təqsirləndirilən şəxs Aybəniz Xəylova üzləşdirilmənin olmadığını bildirib. Xalid həmin gün gəlib, yaxşı elədim, əcəb elədim deyərək çıxıb gedib. Təqsirləndirilən şəxs Aybəniz Xəylova sənəddə qeyd olunan başqa bir neçə məqamla razılaşmadığını məhkəməyə bildirib. Məhkəmənin növbəti icrası aprelin 28-nə təyin edilib. Qeyd edək ki, TikTokerə qarşı cinayət məcəlləsinin 182.3.2, yəni külli miqdarda hədi-qorxu ilə tələb etmə və 221.3, yəni xuliqanlıq maddələrlə ittiham irəli sürülüb. Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəylova ondan hissə olmaqla 836 min manat pul tələb edib. Qeyd edək ki, zərərçəkmişlə TikToker uzun müddət sevgili münasibətində olublar. Orxan Rasifoğlu, Məhkəmə Xəbərləri.